Bəy bura, gün o gün olsun, sənin də oğlum büyüsün, igidlik göstərsin, şadlıq çalaq. Sağ ol Bayandır xan. Sənin də qızın büyüsün, ona gözəl gəlin olsun. Var ol xan. ...1300 illik dastanın motivləri əsasında çəkilən Dədə Qorqud filmi. Ata! Oğul! Görər gözümün aydın oğul. Atanın çörəyi. 1975-ci ildə Kitab-ı Dədə Qorqud dastanın motivləri və yazıcı Anarın senarisi əsasında çəkilib. Heç vaxt yaddan çıxartma. Nə qədər güclü olsan da. Azərbaycan istehsalı olan ilk 2 seriyalı filmdir. El gücü sel gücüdür. Moskva 2 seriyalı filmi çəkməyə icazə vermədiyindən bir seriyanın puluna ikisini çəkmək qərarı alınır. Mən bu dünyadan gedər oldum. Lakin görəndə ki, nəticə yaxşı olmayacaq, məcburi olaraq növbəti seriyaya icazə verdi. Elində qılınc çalmaqdan yorulmadım. Rus dilində Sönmüş Ocaqların İşığı adı ilə tərcümə edilir. Dünya mənim deyənlər. Dədə Qorqud 1-ci kateqoriyaya layiq görülüb. Yer gizlədi. Quruluşçu rejissoru Tofiq Tağızadə, bəstəkarı Emin Sabitoğludur. Filmdəki mahnıları Yalçın Rızazadə bir neçə milli musiqi aləti əlavə edilməklə Moskva Simfonik Orkestrinin müşahiyyəti ilə yazıb. Karvan getdi. Sən geciş. Rollarda Həsən Məmmədov, Şəfiqə Məmmədova, Rasiyan Balayev, Leyla Şıxlınskaya və başqaları çəkiliblər. Tofiq Tağızadə bir neçə filmdə birgə çalışdıqları üçün Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyib. Lakin sınaq çəkilişlərindən sonra Bədii Şura Rasim Balayevi təsdiq edib. Namərd. Kinodakı Tural, Fərhad Yusifov və Günel Dinara Yusifova bacı qardaş olublar. Nalə içindədir. Yurdum. Senari müəllifi Anar payız fəslinin Naxçıvanda çəkilməsini istəyirdi. Lakin çəkiliş heyətini göndərmək üçün çoxlu vəsait lazım idi. Buna isə imkan yox idi. Sonda bayram, ov, sevgi səhnələri Pirikuluda, döyüş və ölüm səhnələri isə Qobustanda çəkilir. Naxçıvanda yalnız mənzərələr lentə alınır. Döyüş səhnələri üçün Moskvadan 360 atlı xüsusi alay gətirilir. Burla xatının bu səhnəsi pavilyonda çəkilib. Dağlar aşmışam. Beyrəyin qızlarla söhbəti isə Fatmayı kəndində çəkilib. Durun mənə qızlar. Beyrəyin atla qalaya daxil olduğu məkan Ramana qalasının qarşısı. Daxili isə kinostudiyanın pavilyonudur. Filmdə rol alan King 2 adlı şirin sahibi Lev Bərbərov onu gətirərək ssenarini götürmək üçün kinostudiyaya gələndə bütün əməkdaşlar qorxularından öz otaqlarına çəkilmişdilər. Beyrəklə şirin döyüş səhnəsi bir neçə dubla pavilyonda çəkilir. Şir qədim geyimdə insanları və texnikanı görəndə hürkür. Açıq qalan yerdən elə qaçır ki, sahibi belə ardınca çıxa bilmir. Ara qarışır. Şir kinostudiyanın həyətindəki su avtomatının yanına gedir. Xanım işçilərdən biri arxaya dönüb Şiri görəndə ürəyi gedir. Nəhayət sonda sahibi Şiri qorxmuş vəziyyətdə qulluqdan tapır. Rasim Balayev etiraf edir ki, Şirlə döyüş səhnəsinə çəkilmək istəmirdi. Hətta Anardan bu səhnənin ssenaridən çıxarılmasını istəyib. Yazıcı da israr edib ki, maraqlı səhnə alınacaq. Həm də aktyoru inandırırlar ki, ev Şiridir, südlə böyüyüb.
Çəkiliş vaxtı ayağından nazik trosla bağlanılacaq ki, problem olmasın. Çəkiliş başladığı zaman tros məsələsi yalan çıxır. Bəzi kadrlar dublörün, yəni Şirin sahibinin, digərləri isə aktyorun iştirakı ilə bir təhər çəkilir. Bir səhnədə isə Şiri tüklü oyuncaqla əvəz edirlər. Şir üçün oturacaqları çıxarılan xüsusi avtobus ayrılmışdı. Hər gündə ət kombinatından ət gətirilirdi. Baş rolun ifaçısı 2500 rubl aldığı halda 2 günlük çəkiliş üçün Şirə 5000 rubl ayrılır. Ceyranovu səhnəsi bir neçə dubullə çəkilib. Növbəti çəkiliş zamanı zooparkdan gətirilən ceyranın 4-5 dubuldən sonra ürəyi patlayır. Bu hadisə Rasim Balayeva pis təsir edir. Beyrək və Yalıncığın səhnəsində Rasim Balayevin atdığı ox Şəfiqə Məmmədovanın qoluna dəyir. Hətta aktrisa bunun qəsdən olduğunu düşünür. Daz yerdə torağaya atmağa yaxşıdır. Hey Dəli Ozan, bəri gəl. Al, bu yayı at. Beyrəyin yayını. Yiğitlər, sizin eşkinizə yayı çəkib ox atıram. Sənin ox atmağın xoşuma gəldi. Dilə məndən görüm, nə dilərsən? Elçin Məmmədovla yaradıcı heyət arasında narazılıq yaranır. Çünki aktyorlar qoyunları qayadan diri-diri atmaq istəmirdi. Elçin Məmmədovun tələbi ilə canlı heyvanlar maketlərlə əvəzlənir. Bu səhnə isə asan olsun deyə çəkilişdən əvvəl 100 illik ağac kökündən çıxarılır. Lakin torpağa daha möhkəm bastırılır. Qaraca çobanın bundan xəbəri olmur. Elçin Məmmədov nə qədər güc verirsə, ağac yerindən çıxmır. Bu vaxt ağac alovlanmağa başlayır və aktyorun üzərinə od tökülür. Həqiqi ağrı yaşayan aktyorun hərəkətləri təbii alınır. Qazanxan obrazını ifa edən tacik aktyor Həşim Qadoyevin bu səhnəsində buğanı 5-6 nəfər ram edirdi. Həmin buğa sonradan doğurdan da kəsilir. Burla xatının qabağına qoyulan kəsilmiş baş həmin buğanın idi. Hazırda Düşənbədə yaşayan Həşim Qadoyev dolanmaq üçün bir müddət əvvəl kitablarını satdığı bildirilir. Fərhad Yusifov isə Kanadada Mark Joseph adı ilə yaşayır.